Salam, hər vaxtınız xeyir olsun. Necəsiz? Dərsimizə hal-hazırda qoşulan yoxdur, amma mən sualları izah eləyəcəm. Bugün heç kəs qoşulmadığı üçün möhkəmləndirmə tapşırıqlarını izah eləyəcəm. Başdan sona qədər hər birinə izah verəcəm. Möhkəmləndirmə tapşırıqları yəqin ki, bugün üçün hamısını çatdıra bilmərəm. Yarı hissəsində inşallah sabah üçün izah verəcəm. Sabah da dərsimiz var. Başlayaq birinci tapşırıqdan. Əgər nəsə sualınız olsa, inşallah videonu yükləyəcəm YouTube-a. Orada suallarınızı verərsiniz. Ya da şəxsidə və yaxud da müzakirə qrupumuzda yazıb bildirərsiniz. Deməli, 258 səhifəlik sənədin birinci və sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Deməli, sənədin 258 dənə səhifəsi var. Bunun ilk və son, yəni 2 dənə səhifəsində 10 kilobaytlıq nə var? Grafik təsvir. Burada yerdə nə qaldı? 256 səhifə qaldı. 2 səhifəni vururam 10 kilobayta, eləyir 20 kilobayt. Bu 20 kilobaytı bir kənarda saxlayıram. Sonra deyir ki, qalan səhifələrin hər birində yerdə nə qalmışdı? 256 səhifə. Hər birində 32 sətir və hər sətirdə orta hesabla 16 simvol var. Sənəd Unicode əlifba standartına görə kodlaşdırılarsa, yəni sənədin bir simvolunun həcmi nəyə bərabər olacaq? 2 bayta bərabər olacaq. Əlavədən də 2 bayta vuracaq. Düsturumuz necə idi? Simvol sayı vuraq bir simvolun həcmi. Bir simvolun həcmi Unicode əlifbasında olduğuna görə 2 baytla kodlaşdırılır və ümumi simvolların sayı da səhifə vuraq, sətir vuraq, simvol düsturuna görə hesablanır. Ümumi simvol sayı vuraq, bir simvolun həcmi verəcək ümumi həcmi və bizdən burada sonda baxın cavabı kilobaytla istədiyinə görə bölürəm. Baytdan kilobayta keçmək üçün 2 üstü 10-a. 2 üstü 10-a bölürəm və ixtisarlarımı apardım. Burada 2 üstü 2 qaldı. 2 üstü 2, yəni 4 ilə də 16 geçsə burada deməli 4 qalacaq. 2 üstü 2, 2 üstü 1, 2 üstü 5, 5, 2, 7, bu da 1, 8, 2 üstü 8, yəni 256 kilobayta bərabər olacaq. Bizdə sonda nə istəyirdi? Bu sənədin ümumi informasiya həcmini tapın. Sənədin həcmini istəyirsə, deməli biz burada həm şəkli, həm də simvolların həcmini cəmləməliyik. Yəni 256 üstə gəl 20 bərabərdir 276 kilobayt. Cavab D variantı 276 kilobayt. Bir dəqiqə. Keçək növbəti suala. Növbəti sualda artıq bacardığım qədər sürətli izah etməyə çalışacağım ki, çox gecikməyək. Deməli, 258 səhifəlik sənədin birinci və sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Qalan səhifələrin hər birində 32 sətir, hər sətirdə 16 simvol var. Aha, deməli 258 dənə səhifədir, düzdür? 2 dənə səhifəsində birinci və sonuncu 2 səhifəsinin hər birində 10 kilobaytlıq şəkil var. Elədi 20 kilobayt. Qalan səhifələrin hər birində, yəni 256 dənə səhifənin hər birində 32 sətir, hər sətirdə 16 simvol var və sənəd də ASCII-də kodlaşdırılıb. ASCII əlifbasında bir simvol 1 baytla kodlaşdırılır və sonda cavabı kilobaytla istədiyinə görə 2 üstü 10-a bölürəm. 2 üstü 10-dan 2 üstü 8 getdi. Burada 2 üstü 2 qaldı. 16 ilə getdi. Burada 2 üstü 2 qaldı. 2 üstü 2, 2 üstü deməli 128 kilobayta bərabər olacaq. Və burada da əvvəldə 20 kilobaytımız vardı. 128 üstə gəl 20 bərabərdir 148. Sənədin ümumi həcmi 148 kilobayta bərabər oldu. Cavab A variantı. Deməli,
Keçək. Bunlar düzdür, biraz oxşardı, amma bir-birindən fərqlənir deyə, bunu başa düşməyən olar deyə izah verirəm. Deməli, 258 səhifəlik sənədin birinci və sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Qalan səhifələrin hər birində, 200, deməli 2 dənə səhifənin hər birində 10 kilobaytlıq təsvir var, eləyəcək 20 kilobayt. E, Qalan səhifələrin hər birində, yəni yerdə nə qalmışdı? 256 səhifə. 256 səhifənin hər birində 32 sətr, hər sətirdə 16 dənə simvol və var və sənəd 1024 simvollu əlifba standartı ilə kodlaşdırılıbdır. Biz bilirik ki, 1024 simvollu əlifba standartında hər bir simvol yaddaşda 10 bit yer tutur. 10 bit yer tutur. Vururuq 10 bitə bir simvolun həcminə bərabərdir. Ümumi həcmi tapırıq. Təbii ki, sonda kilobaytla istəyir bizdən. Kilobayta çeviririk. 2 üstü 13-ə bölməklə bitdən kilobayta keçirik. Bərabərdir. Hesablayaq. 2 üstü 13, bu 2 üstü 8, bu da 2 üstü 5. İxtisar getdi. 16 vur 10 eləyəcək 160 kilobayt. Deməli, 160 kilobayt həcmində sənədimizin simvollarının sayı, simvollarının həcmi 160'dır və üstə gələk də şəklin, təsvirin, qrafik təsvirin həcmi də 20 kilobayt. Bunları da topladıqda olacaq nə? 180 kilobayt. Cavabımız olacaq Y variantı. Sonra keçək növbəti sualımıza. Dördüncü sual. 258 səhifəlik sənədin birinci və sonuncu səhifəsində, yəni 2 dənə səhifənin hər birində 10 kilobaytlıq, yenə həmin qayda ilə 10 kilobaytlıq qrafik təsvir var. Bu elədi 20 kilobayt. Qalan səhifələrin hər birində, yəni 256 dənə səhifənin hər birində 32 sətr və hər sətirdə 16 simvol var. 16 simvol var. Sənədin ümumi informasiya həcmi, baxın, sənədin ümumi informasiya həcmi 212 kilobayta bərabərdir. Bunun içərisində həm şəkil gedir, həm də simvolların həcmi gedir. 212-dən şəklin həcmini, yəni 20 kilobaytı çıxaram, yerdə nə qalar? Simvolların həcmi, yəni 192 kilobayt olar simvolların həcmi. Burada bizə nə verməyibdir? Kodlaşdırıldığı minimal əlifbanı. Yəni əlifbanın gücünü istəyir. Əlifbanın gücünü tapmaq üçün əvvəlcə biz bir simvolun həcmini tapmalıyıq. Bir simvolun həcmini x bitlə işarə eləyirəm. Düstur necə idi? Simvol sayı vuraq bir simvolun həcmi bərabərdir ümumi həcm. Simvolların da ümumi həcmi 192 kilobayta bərabərdir. Deməli, buradan x bit də bərabərdir. Kilobaytdan 192-ni kilobaytdan bitə keçirdirik. Yəni 192 vuraq 2 üstü 13 və bölək nə? Bölək 256 2 üstü 8'dir. 32 də 2 üstü 5'dir. Vuraq 16 da 2 üstü 4'tür. Bərabərdir. 2 üstü 13'dən 8, 5 getdi. Burada 16 qaldı. 192'ni də 16'ya böləndə bir dəfə, 32'də də 2 dəfə 12 bit düşəcək. 12 bit. 12 bitlə də kodlaşdıra biləcəyimiz maksimal əlifba, yəni əlifbanın maksimal simvollarının sayı, yəni əlifbanın gücü nəyə bərabərdir? 2 üstü 12'yə bərabərdir. 4096 simvollu əlifba standartı ilə kodlaşdırılıb. Cavab D variantı. Sonuncu sualın 5-ci sualın izahına baxaq. 258 səhifəlik sənədin birinci və sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Yəni 2 dənə səhifədə hərəsində 10 kilobaytlıq qrafik təsvir var. Bir dəqiqə. Qrafik təsvir var. Deməli, qalan səhifələrin hər birində, bu elədi 20 kilobayt qrafik təsvirin həcmi. Qalan səhifələrin hər birində 32 sətr, hər sətirdə 16 dənə simvol var. Yəni 256 səhifənin hər birində 32 sətr, hər sətirdə 16 simvol var.
və sənədin ümumi informasiyası həcmi 148 kilobaytdır. Deməli, 148 kilobayt sənədin ümumi həcmindən nəyi çıxırıq? 20 kilobaytı çıxırıq. 20 kilobaytı çıxırıq. 20 kilobayt, yəni şəklin həcmini çıxırıq. Qalır 128 kilobayt. Deməli, simvolların ümumi həcmi 128 kilobaytdır. Yenə də bizdən əlifbanın gücünü soruşur. Vuraq x bit, yəni bir simvolun həcminə vurub bir simvolun həcmini tapıb, oradan da əlifbanın gücünü tapırıq. 128 kilobayt. X bit bərabərdir 128 kilobaytdan bitə keçmək üçün 2 üstü 13-ə vurdum və bölürəm 2 üstü 8 vuraq 2 üstü 5 vuraq 2 üstü 4, yəni 256, 32 və 16. 13 ilə 8 5 getdi. Burada qaldı 2 üstü 7. 2 üstü 7-ni 2 üstü 4-ə böləndə 2 üstü 3 qalır. 2 üstü 3-ümüz də 8 bit eləyir. 8 bitlə də kodlaşdıra biləcəyimiz simvolların maksimal sayı 2 üstü 8, yəni 256-ya bərabərdir. 256 simvollu əlifba standartında kodlaşdırılmışdır. Cavabımız olacaq A variantı. Salam, axşamınız xeyir olsun. Deməli, keçək növbəti 6, 7, 8, 9. Kitabın hər səhifəsində x sayda simvol və 5 baytlıq qrafik təsvir var. Kitabın hər səhifəsində x sayda simvol və 5 baytlıq qrafik təsvir var. Kitabın 8 səhifəsi olarsa həcmi 200 bayt olduqda kitabın hər səhifəsində neçə simvol var? Kitab Unicode'da kodlaşdırılır. Unicode'la nə kodlaşdırılır? Unicode'la təbii ki simvollar Unicode'da kodlaşdırılır. Qrafik təsvirin o Unicode'a heç bir dəxlisi yoxdur. Kitabın 5 səhifə, hər səhifəsində x sayda simvol üstə gələk. Baxın, x sayda simvol və simvolların ümumi həcmi necə gedər? X vuraq, baxın, Unicode-da kodlaşdırılıb deyə x vuraq 2 baytla hesablanır. Simvolların ümumi həcmi. Üstə gələk, deyir ki, 5 baytlıqda qrafik təsvir var. 5 baytlıq, hər səhifəsində 5 baytlıq da qrafik təsvir var və kitabında 8 səhifəsi var. 8 və bu da bərabərdir ümumi həcmi 200 bayta. 200 bayt. Və salam, deməli, tənliyimizi qurduq. Tənliyimizi qurduqsa artıq nə edirik? Həllini edə bilərik. 2 bayt, 2x bayt vuranda 8-ə eləyəcək x vur 16 bayt üstə gələk. Aha. Üstə gələk 5 dəfə 8 40 eləyəcək 40 bayt bərabərdir 200 bayta. X vur 16 bayt bərabərdir nəyə? 40, bu da bu tərəfə keçəndə eləyəcək 160 bayt. X vur 16 bayt bərabərdir 160. Hər tərəfdən baytlar da geçsə biz simvol sayını tapırıq. Hər tərəfdə 16-ya bölsək x bərabərdir 10 olacaq. Yəni bir səhifəsində 10 dənə simvol var imiş. Bizdən nə soruşur? Kitabın hər səhifəsində neçə simvol var? Hər Salam, səhifə... Salam, axşamın xeyir olsun Elay. Nazlı. Elay, işləmişdin 3.6-nı. 3.5 işləmişəm mən burada 3.3. Altını yox, verməmişdiniz 6-yı. Verməmişdim. Mənə elə gəlir demişdim əslində işləyir. Bir də 3.5 Hə, demişdim. onu dedim özüm işləyəcəm. Ona görə. Aha, eyb yoxdur. Əla. 3.5-dən də indi suallarını izah eləyəcəm. Narahat olma. Nə sualların varsa hamısına bir-bir baxacağıq. Sualların var yəqin ki. Tamam. Əla. Aha. Əla. Baxarıq. Hamısına baxarıq. 3.3-ü bitirmisən? Aha, 3.3-dən sağ ol. sualın var? Baxın mən dəsin yox idi, işləmişdim 3.3-dən. Əla. Əla. Nə sualın varsa hamısına tək-tək baxacağıq inşallah. Narahat olun. Bugün dərsimiz çox olacaq. Yəni hazır dayanın. Hazır dayanın. Bugün biraz çox keçəcəyik. Suallar üzərində çox işləyəcəyik bugün.
Çünkü bu artık bitirməliyik. Biz bir dənə kompüter qrafikası qalıb. Bugün sabah testləri bitirək. Növbəti günlər üçün də onu yekunlaşdıraq. 5-ci gün üçün də qrafik. Deməli bu həftə bitirək ki, gələn həftədən say sistemlərinə keçəcəyik. Deməli 8 7-ci sual. 20 səhifəlik kitabın hər səhifəsində x sayda simvol var. Baxın, kitabın 20 dənə səhifəsi var. Hər səhifəsində x sayda simvol və 30 kilobaytlıq qrafik təsvir var. Bunu bax bayaqki qayda ilə də eləyə bilərik. Belə də eləyə bilərik. Bu sənədin ümumi informasiya həcmi 800 kilobaytdır. Biz tapa bilərik ki, görək bir dənə səhifənin ümumi həcmi nə qədər? Bax, 20 dənə səhifədə 20 səhifənin ümumi həcmi 800 kilobaytdır. 800 kilobaytı bölərəm 20 səhifəyə, yəni səhifənin sayına düşər nə? 40 kilobayt. Deməli, bir səhifənin həcmini almış olaram. Bir səhifənin həcmi ümumilikdə olur 40 kilobayt. Bundan da deyir ki, hər səhifəsində x sayda simvol var. Bax, 2 yerə bölürəm. X sayda simvol var və 30 kilobayt həcmində qrafik təsvir var. 30 kilobayt. Aha. Sənədin hər səhifəsində orta hesabla neçə simvol olduğunu tapın. Baxın, burada heç bir standart verilməyib. Verilməyibsə bunu necə götürürdük? ASCII götürürdük. Heç bir standart əlifba, yəni verilməyibsə mütləq şəkildə bunu ASCII-də götürürük. X dənə simvol üstə gələk 30 kilobayt, yəni ASCII-də kodlaşdırırıqsa simvolların ümumi həcmi x dənə simvol vuraq 1 baytdan. Üstə gələk 30 kilobayt həcmində qrafik təsvir və ümumi həcmi də 40 kilobayta. Yəni bir dənə səhifənin ümumi həcmi 40 kilobayta bərabərdir. X vur 1 bayt bərabərdir. Bunu da bu tərəfə keçirsək qalacaq 10 kilobayt çıxanda. Və bura kilobayt, bura bayt olmur. Təbii ki, bunu da bayta keçirdirik. 10 vuraq 1024, bu da bərabərdir. 10240. 10240 simvol. Biz tapdıq simvol sayını. X burada bizdə simvol sayı gedirdi. 10240 qələm tapsam. Aha, B variantı. Aydın olur. Başa düşə bilirsiniz bu sualları. Ben Hı -hı. Nəyi başa düşməsəniz, e, yəni izahı yarıda dayandırın, o hissədən soruşun. Mütləq üzərindən keçməyək. Deməli, 8-ci sualı izah edirdik. 512 simvolu minimal əlifbada yazılmış məlumatın informasiya həcmi 1800 bittir. Bu məlumat Unicode sistemində kodlaşdırılarsa, onun həcmi neçə bayt olar? Aha, bayt olar. diyemez mi? De görüm. 512 minimal əlifba ilə kodlaşırsa bunu biz 209 kimi yazırıq. Ay sağ Yəni ol. bir simvolun minimal həcmi 9 bitdir. Aferin. İnformasiya həcmi də bunun 1800 bitsə, məlumat da Unicode-da kodlaşdırılıbsa, Yo yo yo, Unicode'da kodlaşdırılmayıb. Diqqətlə oxu bir dənə. Bir dənə diqqətlə oxu. Deyir ki, bu bax məlumat 500. kodlaşdırılsa neçə olur? Ay sağ ol. Bax indi bir dənə. 1809-a böləndə elə 200, 200-ü də 2-yə vuranda 400. Ay Onda sağ bu ol. Bax, əvvəlcə deyir 512 simvollu əlifbada kodlaşdırılıb, düzdür? Burada həcmi necə hesablayıram? X dənə simvoldur. Vururam 9 bitə bir simvol. Ümumi həcmi də veribdi 1800 bit. Hər tərəf bitdi. Hər tərəfdən bitlər də getdi. Hər tərəf 9-a da böldüm. 200 qaldı. X bərabər 200 simvol oldu. Simvol. Deyir ki, bu məlumat, yəni 200 simvoldan ibarət olan məlumat Unicode-da kodlaşdırılarsa, yəni 2 baytla kodlaşdırılarsa, onlar 400 bayt. Həcmi cavab və sonda da cavabı baytla istədiyinə görə elə 400-lə də yazırıq. Düzdür. Əla. Sonra 9-cu suala keçək. Bu da rahatdır. Deyə bilərsən bunu? 9'u mu? Deyərəm həmin.
maksimal sayını müəyyən edin. 512 baytsa, bunu 512-yi bitə keçəndə 200-3-ə vururuq. 32-də 205 vuraq, 205 isə bu da eləyir 210. Bu Aha. 210 elədi. 512 baytsa, 512-də 209-u vuraq, 203 elədi, 212. 212-də 210-a vuranda, böləndə 202 qalır. 204, 202 yani 4. 202 yəni 4 4, 2 kere bit. 4, 16. Ay sağ ol 16. 16. Ama şifahi eleme, beyninde eleme. Düsturu yaz, düstur Yox, əsasında yazıram elə. bunu. Yazıbsan? Hə, aferin. 2 üstü 5 vur, 2 üstü 5. Yəni ümumi piksel sayı, vuraq rəng dərinliyi və yaxud da bir pikselin həcmi x bitdir. Yazılmayıbdır, bilmirəm. X bit götürürəm və bərabərdir. 512 baytdır. 512-nin bizdə bura bitdi deyə bitlə ifadə eləmək üçün 2 üstü 3-ə də vururuq ayrıca. X də bərabərdir 2 üstü 2-yə böləndə hər tərəfi. Yəni 4 bit eləyəcək. 2 üstü x-yə və yaxud da 2 üstü n də nəyə bərabərdir? 16-ya, yəni 2 üstü 4-ə, bu da bərabərdir 16-ya. Bizdən də renk çalarını istəyir. Renk çaları 16-dır. Düzdür. Deməli, keçdik 10-cu suala. Unicode Hı -hı. 5 kilobayt. 10-cu Bunu suala. deyinmədim. De görüm. ASCII sistemində bir simvol 8 bitdir. Yəni 8x-dir. Unicode sistemində də 16 bitsə 16x-dir. 16x çıxaq 8x bərabərdir 50 kilobayt. 50 kilobayt 50 kilobaytda bitə bölən bitlə yazanda vururuq 213-ə. Aha. İndi burada nə deyir bizə? Hesaplamaq lazım. Düzdür. Görünür. ASCII sistemində yazılmış mətn Unicode sisteminə çevrilərsə 50 kilobayt daha çox dayan görüm 50 kilobayt daha çox həcmi olar. Aha, ASCII-dən Unicode'a bax ASCII-də x-dir. Burada da 2 dəfə artır axı həcmi. Burada 1 baytdır, burada 2 baytdır. 2 baytla olanda deməli Unicode sisteminə deyir ki 50 kilobayt daha çox olub. Buradakı həcmi x-dir. Burada x üstə gəl 50-dir. Deməli bu x neçəymiş ki? Deməli bu da 50 imiş ki, 50 imiş ki, 50 50 Kilobayt. bura 100 eləyib, burada 50 də qalıb. Bu bundan 2 dəfə çox olmalıdır. Deməli ilkin həcmi, ASCII-dəki həcmi 50 bayt olub. Sən də belə tapmışdın? Yox, mən bunu yazmamışım. Müəlliməm burada işləyirəm elə. Mən Hə. deyəndə işləyirəm. Elə Mən bildim onu 300 izah gözlərim. eləyirsən. Nətəri? Elə bildim onu izah eləyirsən. Hə, mən bunu izah edirdim. Prosta mən bitlə deyirdim. Siz byte-la deyirdiniz. Hə də burada byte-dır. Heç bizə nə bit, nə byte lazım deyil axı. Burada bizə sonda cavabı kilobaytla istəyir. Bax, gör nə deyir? Deyir ki, ASCII sistemində yazılmış mətn. Bax, ASCII Unicode. ASCII-də bir simvolumuz 1 baytdır. Unicode-da bir simvolumuz 2 baytdır. Bizim neçə dənə simvolumuz var? Bilmirəm neçə dənə. X dənə simvolumuz var. ASCII-dəki həcmi x vur 1 bayt olur. Unicode-dakı həcmi x vur 2 bayt olur. Deyir ki, Unicode sisteminə çevrilərsə 50 kilobayt daha çox həcmi olar. Yəni bundan buna keçəndə 50 kilobayt artar həcmi. Birincinin üzərinə 50 kilobaytı gəlsəm, ikinci informasiyanın həcminə bərabər eləmiş olaram. Çünki deyir ikinci birincidən 50 kilobayt çoxdur. Aydındırmı? 50 kilobayt Tamam. çoxdur. Buradan da keçirsək, x vur bax bu 2 baytdır, bu 1 baytdır. Bundan bunu çıxanda x vur 1 bayt qalır. Bərabərdir 50 kilobayta. Yəni burada cavabı bizdən kilobaytla istədiyinə görə elə kilobaytla tapırıq. Hər tərəfdən baytı da silsək, çünki burada 1 baytdır, x dənə simvol 1 baytdan elə neçəsə nə qədər eləyir? 50 vur
2 üstü 10 bayt eləyir də. Bizdən cavab biz baytla axtarıb tapırıq. Kilobaytla tapmaq üçün təbii ki, burada 2 üstü 10-a bölmək lazımdır. Və yaxud da elə 50 kilobaytın özünü götürmək lazımdır. Cavab A variantı. Bu şəkildə də yaza bilərsiniz. Məntiqlə də düşünə bilərsiniz ki, ASCII ilə Unicode arasındakı fərq nəyə bərabərdir? Yəni biri digərinin 2 qatına bərabərdir. Oradan da tapa bilərsiniz rahat. Hmm. Elşən müəllim, başa düşürsünüzmü? Salam əleykum. Bax, Salam, axşamınız. baxıram. İndi biraz çətinlik olsa da, amma yenə də Başa düşməyə çalışırsınız. çalışırıq. Hə. İndi bu tipli məsələlər nə qədər düşəcək orada bilmirik, düzü müəllimə. Düşəsidir, yəni bunlar düşəsidir. Mütləq bu tiplərdən düşəsidir. Mütləqi var idi da. Sertifikasiyada var idi. Və bu dəfə də yəqin ki, daha çətin, nisbətən çətin düşər. Asan düşməz. Kodlaşdırmadan neçə sual düşür müəllim? Siz oldunuz da orada. Kodlaşdırmadan bir 3-4 dənə rahat və bəlkə də çox düşdü. Valla asanlarda düşürdü, çətinləri də düşürdü. Yəni çox idi sual. Kodlaşdırmadan bir xeyli sual düşür. Deməli, keçək, dayanmayaq, keçək növbəti. Deməli, 258 səhifəlik sənədin birinci və sonuncu səhifəsində qrafik təsvir var. Yəni 2 dənə sənədin 2 dənə səhifəsində qrafik təsvir var. Təsvirlər, bax burada verir piksel sayı və renk çaları. Renk çaları 32-dirsə, renk dərinliyi 5 bitə bərabərdir. Qrafik təsvirlərin həcmini, bax bu 2 dənə qrafik təsvirin həcmini nə cür hesablayırıq? 2-ni vururuq piksel sayına, yəni 2 üstü 8 vur 2 üstü 9-a. Bunu da vuracağıq nəyə? Bir pikselin həcmi və yaxud da renk dərinliyinə. Yəni 5 bitə. Düsturumuz bu şəkildə idi. Renklənmişdir. Qalan səhifələrin hər birində 32 sətr. Bu heç. Qalan səhifələrdə olanlar artıq simvoldur. Biz bunu ən sonda cavabı kilobaytla istədiyinə görə sənədin ümumi həcmini kilobaytla istədiyinə görə çeviririk kilobayta. Bitdən kilobayta 2 üstü 13-ə bölünür. İxtisar gedir, görək nə qalır? 2 üstü 4, 4 ilə də bu getdi, 2 üstü 4 qaldı. 2 üstü 1 də burada 2 üstü 5 eləyir 160. 5-ə də vuranda 160 kilobayt. Bu oldu. Qrafik təsvirin həcmi, yəni şəklin həcmi. İndi keçək simvolların həcminə. Bizə nə deyir? Qalan səhifələrin, yəni 258-dən ikisini çıxdıq, 256 qaldı. Qalan səhifələrin hər birində 32 sətr, 2 üstü 5 sayda sətr, hər sətirdə 64 simvol 2 üstü 6 sayda var və simvollar Unicode sistemində kodlaşdırılıb. Yəni hər bir simvol 2 baytdan hesablanıb. Sənədin ümumi informasiya həcmi neçə kilobaytdır? Baytdan da kilobayta keçəndə küstü 10-a böləcəm. Küstü 10-dan küstü 8 getdi, burada küstü 2 qaldı. İxtisar getdi, burada küstü 3 qaldı. Bu 2 üstü 1, 2 üstü 6, 3, 9, bir də bu 10. 2 üstü 10, yəni 1024 kilobayta bərabər oldu. Bu da oldu simvolların həcmi, simvolların ümumi həcmi. İndi bizdə nə simvolu, nə də ki, qrafik təsviri demir. Deyir ki, sənədin ümumi həcmi. Yəni, qrafik təsvir üstə gələk simvolların həcmi bərabərdir ümumi həcm. Sənədin ümumi həcmini bu cür tapırıq. Yəni, 160 üstə gəl 1024, bu da bərabərdir. 4, 8, 1, 1184 kilobayta bərabərdir. Cavab B variantı. Aydın oldu. Bəli. Aha. Başa düşməsəz deyin. Keçək növbəti suala.
Deməli, neçə idi? 12-ci sual. Sən biraz temizlik. Mütləq qeydlər götürün ki, sonra baxıb, yəni yadınızda qalsın. Deməli, qovluqda 12 megabaytlıq məlumat var. Bu qovluğa əvvəlcə 3584 kilobayt səs tipli məlumat əlavə edildi və daha sonra 1536 kilobaytlıq video məlumat silindi. Bu əməliyyatdan sonra qovluğun ümumi həcmi neçə megabayt olar? Burada təbii ki, nə edirəm? Bu tipli əlavə edilən məlumatdan, bax bu da kilobaytdır çünki, silinən məlumatın həcmini çıxıram. Yəni 3584 kilobaytdan çıxıram 1536 kilobaytı. Mənim yəni 12 kilobaytlıq məlumatım hələ kənarda durur. Buna heç nə eləməmişəm. Bundan hələ bunu çıxıram. 14-dən burada qaldı. Deməli 14-dən 6, 8, 4, 0, 2. 2048 kilobayt yazılıb. Yəni yazılan informasiya 2048-dir. 2048 kilobaytı da megabayta 2 çevirsəm megabayt. 210-a bölərəm. Bəli, 2 megabayta bərabər olar. Əvvəldən 12 megabaytım vardı. Üstünə də gəlirəm 2 megabaytı eləyir 14 megabayt. Yəni sonda qovluğun ümumi həcmi deməli 14 megabayt olmuşdur. Cavab C variantı. Aha. Burada nə deyir? 13-cü sualda abrakadabra ifadəsinin kodlaşdırıla biləcəyi ən minimal əlifbada bir simvol ən az neçə bit olar? Aha, biz minimal əlifbanı necə tapırıq? Təbii ki, müxtəlif simvolları saymaqla tapırıq. Görək buradakı müxtəlif simvollar hansıdır? A hərfidir, böyük A, kiçik B, kiçik R, kiçik A hərfi. Təbii ki, bax, böyük A hərfinin kodu başqadır, kiçik A-nın kodu başqadır. Ona görə bunlar müxtəlif simvollar gedir. Müxtəlif simvollar gedir. A, C, sonra bu A getdi, eyni olduğuna görə kiçik A var. Sonra D hərfini götürürük. Sonra götürürük. Burada A hərfi getdi, B hərfi getdi, var, R hərfi getdi, A getdi. 1, 2, 3, 4, 5, 6. 6 dənə müxtəlif simvolu deyin görüm kodlaşdırmaq üçün neçə bitə ehtiyacım var? 3 Bəli, 3-də bəli, 3 bitə ehtiyacımız var. Çünki 3 bitlə ən çoxu 2 üstü 3 sayda, yəni 8 dənə simvol kodlaşdırılır. Bu 6 simvolu da 8-in içərisinə yerləşdirə bilirəm. Yəni ən minimal əlifbada 3 bitli əlifba 3 bitli. Yəni burada nə deyir? Bir simvol ən azı neçə bitlə kodlaşdırılır? 3 bitlə kodlaşdırılır. Cavabımız olacaq B variantı. İndi növbəti suallar da buna bənzərdir. Onların izahında aha biraz bilsək, elə bunu götürsək bəsdir. Deməli, burada nə deyir? Abrakadabra ifadəsinin kodlaşdırıla biləcəyi ən minimal əlifbamız hansı oldu? 3 bitli əlifba oldu, düzdür? Bir simvol, yəni bir simvol bərabərdir 3 bitlə kodlaşdırıldı. Burada artıq əlifbanın gücünü istəyir. Əlifbanın gücü nəyə bərabər olacaq? Bəli, 2 üstü 3-ə, yəni 8-ə tamamilə doğrudur. Sonra burada ifadəsinin kodlaşdırıla biləcəyi ən minimal əlifbada informasiya həcmi neçə bit olar? Aha, indi deyir ki, bax burada yazılan söz ən minimal əlifbada, yəni 3 bitli əlifbada həcmi neçə bitə bərabər olar? Bunu hesablayın görün. 11-i çağıranda 33. Ay sağ ol. 11 dənə simvoldur, 11 simvoldur. Simvol sayını bir simvolun həcminə, yəni 3 bitə vururuq. Bu da bərabərdir 33 bitə. 33 bit cavab C variantı. Sonra
16-cı suala gəldik. 16-cı sualda görək nə deyir. Hər cüt səhifələrdə 16. Aha, bu artıq fərqli sualdır. Ümumiyyətlə görək. Müəllim, burada 158 dənə cüt səhifə yoxdurmu? Yox. Hə, deməli 158 yoxsa 128? 128. Ay sağ ol. 128 dənə cüt səhifə var. 129 dənə də tək səhifə var. Bunu necə tapırıq? Baxın, səhifələr hansıdır? 1, deməli, tək səhifələr hansıdır? 1, 3, 5, nöqtə, nöqtə, ən axırıncı 257-dir. Düzdür? Mətnimiz, deməli, məlumat, səhifəlik, 257 səhifəlik məlumat tək səhifə ilə başlayır, tək səhifə ilə də bitir. Deməli, tək səhifə ilə başlayıb, tək səhifə ilə bitirsə, tək səhifələrin sayı cüt səhifələrin sayından bir vahid çox olacaq. Yəni 257 çıx 1, bax bu çıx 1 tək səhifədir. Qalır 256, 256-nı 2-yə böldük. 128, 128 dənə cüt, 128 üstə gəl bir dənə də, yəni 129 dənə də tək səhifə var. Buradan tapırıq. Bu asandır. Bu şəkildə eləyə bilərsiniz. Deməli, deyir ki, tək səhifələrində 10 simvol və cüt səhifələrində 16 bayt həcmində qrafik təsvir var. İndi əvvəlcə bu deməli, tək səhifələrini hesablayaq. Tək səhifələrimiz 129 dənədir. Hər birində 10 dənə simvol var, 10 simvol və simvollarda fikir verin Unicode-da kodlaşdırılıbdır. Yəni 2 baytdan hesablanıbdır. Sənədin ümumi həcmini sonda bizdə baytla istədiyinə görə elə baytla da tapırıq. 258 2580 bayta bərabərdir. Simvolun həcmi 2580 bayta bərabərdir. Yəni deməli səhifə sayı, buraq simvol sayı, buraq bir simvolun həcmi. Ümumi 2580 bayt oldu. İndi tapaq cüt səhifələrdəki, yəni 128 dənə səhifədəki qrafik təsvirin həcmi. Deyir ki, 128 səhifənin hər birində də 16 bayt həcmində qrafik təsvir var. 16 bayt. Hər səhifəsində 16 bayt. 128 dənə də səhifədir. Küstü 7, 4, küstü 11. Yəni 2048 bayt həcmə də malik qrafik təsvir var. Qrafik təsvir var. Sənədin ümumi həcmi neçə bayt olar? 2580 üstə gəl 2048 8 2 1 yadda 6 bu da 4 4628 cavab olacaq B variantı. Müəllim, Aydındır? Və 2048 nəfər tapdınız deyə bilərdiniz. necə? 2048 nəfər tapdınız. Aha, 2048-i nətər tapdıq? Deməli, 2048 bizim neçə dənə tək səhifəmiz var? Bax, burada deyir ki, və cüt səhifələrində 16 bayt həcmində qrafik təsvir var. Cüt səhifəmiz neçə dənə idi? 128 dənə. Və qrafik təsvirin həcmi nəyə bərabərdir? 16 bayta bərabərdir. 128-i vurdum 16-ya, tapdım 2048. Başa düşdüm. Əla. Ümumi həcmi də 4628. Yəni simvolun həcmi ilə qrafik təsvirin həcmini cəmləyirik olur 4628. Aha. Keçək deməli növbəti bu 17-ci suala da baxaq. Ondan sonra vaxt dayanacaq.
bir yəqin ki 10 dəqiqə bilmirəm fasilə verər, sistem verməz. Əgər 10 dəqiqəlik fasilə versə, 10 dəqiqə istirahət edib yenə qayıdacağıq. Unicode sistemində kodlaşdırılmış 64 səhifəlik məlumatın hər səhifəsində 32 simvol bu sənədin, aha, burada artıq nömrələnmədir. Baxın, Unicode sistemində əvvəlcə simvolların həcmini tapırıq. Ondan sonra nömrələnmiş səhifələrin həcmini tapırıq. Deməli 64 səhifəlik sənəddə 32 simvol var. Deməli Unicode-da da kodlaşdırılıbsa 2 baytdan hesablanır. Sonda cavabı bizdən baytla istədiyinə görə elə baytla da saxlayırıq. 206, 5, bu da 201. 212. 4096. 496. Ay sağ ol. 4096 bayta bərabərdir. İndi deyir ki, sənəd birdən başlayaraq nömrələnir. Bax, məsələn, 1, 2, birinci səhifə, ikinci səhifə, üçüncü səhifə, nöqtə nöqtə 9-cu səhifə, 9-dan sonra nə gəlir? 10-cu səhifə gəlir, 11-ci səhifə, 12-ci səhifə, nöqtə nöqtə, ən axırıncı səhifəmiz 64 səhifəlikdir deyə 64-cü səhifə. Aha. Bu tək səhifələr ki var, 1-dən 9-a qədər. Bunlar özləri neçə dənə simvoldur? Bir dənə simvoldur, hə? 1-dən 9-a qədər, bax, 1-dən 9-a qədər neçə simvoldur? Cəmi 9 dənə simvoldur. 9 simvolda Unicode-da kodlaşdırılıb deyə 2 baytdan hesablasaq eləyir 18 bayt. 18 bayt oldu 1-dən 9-a qədər olan səhifələrin həcmi. İndi ondan 64-ə qədər olanların həcmini tapmaq üçün. Bu burada görürsünüz 10-cu səhifədə 2 dənə simvoldur. 1, bir də 0. 11-ci səhifədə 1, bir də 1, 2 dənə səhifədir. 12-ci səhifədə 1, 2, 12, 2 dənə simvoldur. Düzdür? Deməli, 10-dan 64-ə qədər bu səhifələrin ümumi sayını nə cür tapırıq? 64-dən çıxırıq 10-u, üstə gəlirik 1-i. Çünki əvvəlinci də 2 rəqəmli səhifədir, axırıncı da 2 rəqəmli səhifədir. Üstünə 1 gəlirik mütləq. Bu da elədi 55 dənə. 55 dənə səhifəmiz, 55 dənə səhifəmiz 2 rəqəmdən, yəni 2 simvoldan ibarətdir. 2 simvol. Ümumi hələ mən simvol sayını tapıram. 110 simvol elədi. Bax 110 dənə simvoldur və bu da Unicode-da kodlaşdırıldığına görə 2 baytdan hesablanır, eləyir 220 bayt. 220 baytda 2 rəqəmli simvollarımız, yəni ondan 64-ə qədər oldu. 220-nin də üstünə 18-i gəlirəm, eləyir 238 bayt. Düzmü hesabladım? Sonra da 4096-nın da üzərinə 238-i gəlirəm, sənədin ümumi həcmini tapıram. 14, 4 yazaq. 1 yadda, 12, 1, 13, 1 yazaq. Deməli 3, bu da 4. 4334 əgər yanlış etmədimsə. 4334. Aydındır. Müəllim, o 238 bayt aldınız. O nömrələr olur. Siz onu mu hesabladınız? Səhifənin Bəli, altındakı bəli, nömrələr. bəli. Ümumi nömrələrin həcmidir o 238 bayt. 18 dənə tək simvollar idi, tək səhifələrin nömrələri idi. 18 dənə. 18 bayt 9 dənədir. 2 baytdan hesablayıram 18 bayt eləyir. Və sonradan bax belə də səhifələr deyən deyil. Neçə dəqiqə. Bax görsən burada yazılıb 41. Məsələn, sonra yazılıb 42. 42-də neçə simvol var? Bax, neçə dənə simvoldur? 2 dənədir, düzdür? Amma birinci səhifədə 1 simvoldur, ikinci səhifədə 1 simvoldur. Ta ki 9-cu səhifəyə qədər 1 simvoldur. Burada 9 simvol eləyir. Simvol sayını vururam 1 simvolun həcminə. Orada da deyir ki, sənəd Unicode-da kodlaşdırılıb. Yəni 2 baytla kodlaşdırılıb. Elədi 18 bayt. Bu oldu 9-a qədər olan simvolların həcmi. 9-dan sonra olanlar isə 2 rəqəmlidir. Məsələn 42. Görürsən 2 dənə rəqəmdir. 2 simvoldursa, hərəsi 2 baytdan hesablanmalıdır. Bir dənə səhifəmiz 4 bayt həcmə malik oldu. Fikir verdim, bir dənə səhifədə olan bu 2 dənə simvol, səhifə nömrəsi 4 bayt həcmə malik oldu.
Orada da bizdə neçə dənə səhifə 2 rəqəmli idi? 55 dənə tapdıq, düzdürmü? 55-i də vururuq 4 bayta. Bu da elədi 220 dənə. 220 bayt. 220 baytın üstünə də 18 baytı gəlirim. 238 bayt. Bu oldu nömrələrin ümumi həcmi. Başa düşdün Elay? Bəli, başa düşdüm. Dəqiq. Hə, başa düşdüm. Əla. Deməli, son dəqiqəmiz gedir. Son dəqiqəmiz gedir. Biz hara kimi gəlmişdik? 30. Neçə dəqiqə? 17-yə kimi. 17 idi axırıncı. Aha. Hı. 18 ilə 19. Çatdıra bilməyəcəm. İndi yenidən